Azərbaycan məhkəmələri azad deyil. Azərbaycan məhkəmələri azad qərar qəbul etmir. Qərəzli qanunlar qəbul edir. Bu fakt. Bunu kimsə gizləyə bilməz. Bu məsələ Azərbaycan məhkəməsindən Avropalı yox, Azərbaycan vətəndaşı şikayətçidir. Azərbaycan vətəndaşı Azərbaycan məhkəməsinin ədalətinə inanmır. Bunlar fakt deyilmi? Baxın, milyon dəfə məhkəmə islahatı ilə bağlı təkliflər vermişik. Demişim, sizin efirdən də demişim. Bəli. Ay hörmətli Azərbaycan hökuməti, birinci instansiya məhkəməsinin il ərzində, 2 il ərzində bir hakiminin 4 qərarı apellyasiya məhkəməsi tərəfindən ləğv olunursa, hakim barədə düşünməlisiniz, o hakimliyi ilə məşğul olmamalıdır. Apellyasiya məhkəməsinin 1 il, 2 il ərzində, indi o müddəti müəyyən etmək olar, 2 qərarı ali məhkəmə tərəfindən ləğv olunursa, o hakim işləməməlidir. Ali məhkəmənin qərarı Avropa məhkəməsi tərəfindən ləğv olunursa, hakimə bəlli bir cəza tətbiq olunmalıdır. Niyə etmirlər? Heç bir cəza yoxdur. Niyə etmirlər bilirsinizmi? Aşağıdan yuxarı sifarişlər gedir. O hakimə deyəndə deyir ki, mənə belə demişlər, belə eləmişdim. Siz Azərbaycanda baş verən məhkəmə hadisələrində nə qədər qanun pozuntularının olduğunu görmürsünüzmü? Təbii ki. Görürsünüzsə, demək ki, məhkəməsi azad olmayan bir ölkədə cinayətkar da bəzən haqlı kimi görünür. Məhkəmə azad olmuş olsaydı, kimsə cürət etməzdi Azərbaycanda həbs olunan, hansısa bir hadisəyə görə həbs olunan adama bu siyasi dustaqdır desin. Siyasi dustaqlığın deyilmə səbəbi adamın siyasi mənsubiyyətinə görə tutulmasından daha çox məhkəmənin azad olmamasına görədir. Çünki gedər məhkəməyə, məhkəmə açar buraxar, deyir ki, bunun heç bir cinayəti yoxdur. Məhkəmə də aşağıdan nə deyirlər, onu gəlir, həbs edir. Baxın, nə qədər Azərbaycanda narkotiklə şərlənən adamlar var. Baxın, Azərbaycanda siyasi nöqteyi nəzərdən. Polis, nə o, bunu niyə tutmusunuz? Küçədə polisə müqavimət göstərdi. Niyə? Və yaxud da küçədə metronun qarşısında inzibati xətalar məcəlləsinin tələblərini pozdu. Neynədi? Üzə duran nə qədər ştatlı məhkəmə şahidləri var. Bəli, elə ştatsız. Bəli. Azdır. Bütün bunlarla kim istəyir gətirir üzünə deyir, mən gördüm. Bugün onlarla belə misal çəkmək mümkün. Bunlar yanlışdır. Bunlar olacağı təqdirdə 600 yox, 1600 siyah təqdim edəcəklər. Bunlar olacağı təqdirdə 5'in buraxacaqsan, 15'i çıxacaq. 20'sini buraxacaqsan, 50'si çıxacaq. Çünki məhkəmənin sistemi dəyişməlidir. Məhkəmə müstəqil hakimiyyət qoludur. İndi bu yerdə sizə bir sual verirəm, İlker bəy. Niyə dəyişmir? Yəni, nə mənada sual verirəm? Bugün dünyanın hər yerində demək olar ki, bəzi hallarda ola bilsin ki, məhkəməyə təsirlər ola bilər. Dünyanın hər yerində ola bilər. Amma bu dərəcədə, misal üçün deyirəm, bir vətəndaşdır, torpaq sahəsi var. Bunu gəlib hansısa məmur zəbt eləyib, tutub. Buna da axı yuxarıdan deyilməyib ki, sən bu məmura qulaq as, vətəndaş. Məmur eləcə yuxarıdır da. Məmur eləcə yuxarıdır da. Niyə eşidilir də? Niyə eşidilir? Ona görə ki, məmurdur. O birisinin də ondan işi keçir. O birisinin də ondan asılacaq olur. Bu şəkildə. Bəs bu, üzr istəyirəm, ən azından ilkin başlanğıc üçün məhkəmə hüquq sisteminin sərbəst olması üçün nə etmək lazımdır? Siyasi iradə göstərmək lazımdır. Birinci növbədə siyasi iradə olmalıdır. Hakimiyyət, yəni vətəndaşlarla bağlı doğru qərar verin. Hakimiyyət bu istiqamətdə siyasi iradə ortalığa qoyarsa, yavaş-yavaş əskiklər də düzələcək. Heç vaxt heç kim iddia edə bilməz ki, rüşvətsiz, nə bilim, nəsiz bir cəmiyyət yaranacaq. Bizdə rüşvəti təkcə alanlar gerçəkləşdirmir. Bizdə rüşvət vermək istəyən çox saylı vətəndaşlarımız var. Hətta vəzifəyə qoy birini, rüşvət vermədən vəzifəyə qoyacaqsan, şübhələnəcək ki, görən nə var ki, burada məni qoyurlar, oraya heç məndən bir şey almadılar. Və yaxud da adicə bir mənzil istismar sahəsinə bir arayış üçün gedirsən, çıxardır 5 manat, heç ondan istəyən də yoxdur, çıxardır 5 manat qoyur. Bu vərdişlərdir artıq. Bu vərdişlər sonraki mərhələdə yavaş-yavaş sıradan çıxacaq. Həyat tərzimizə çevrilməlidir. Amma əvvəlcə siyasi iradə lazım.